əsas hesablama texnikası, proqramlaşdırma, süni intellekt, informasiya sistemləri və texnologiyaları kimi müasir, perspektivli və daim inkişaf edən elm sahəsinin mütəxəssisləri olmaq üçün tələbələri bütün lazımi nəzəri və praktik biliklərlə təmin edir. İxtisasın əsas istiqamətləri analiz metodlarından və işlənilmə texnologiyalarından istifadə etməklə informasiya sistemlərinin və intellektual sistemlərin layihələndirilməsi və hazırlanmasıdır. Bu ixtisasa yiyələnərək siz bunları bacaracaqsınız. Tətbiqi problemlərin təhlilində riyazi və alqoritmik modelləşdirmə metodlarını tətbiq etmək, informasiyanın emalı və saxlanılmasının tətbiqini təmin etmək, proqram təminatı hazırlamaq, texnologiya və kompüter qurğularının idarə etmə sistemlərindən istifadə etmək, elmi və texniki işlərin təşkili və nəzarətində qərarlar qəbul etmək, perspektivləri müəyyən etmək. Kompüter elmləri ixtisasının vəd etdiyi bir sıra iş imkanları isə belədir. Proqram tərtibatçısı, şəbəkə tərtibatçısı, UX dizayneri, mobil tətbiq tərtibatçısı, IT layihə meneceri, informasiya təhlükəsizliyi analisti, sistem arxitektoru, süni intellekt mühəndisi, kompüter avadanlığı mühəndisi, video oyun tərtibatçısı. Kompüter elmləri üzrə mütəxəssislər nəzəriyyələrə əsaslanaraq informasiyanın manipulyasiya və yeni ötürülmə üsullarını yaratmaq üçün alqoritmlərdən və ali riyaziyyatdan istifadə edirlər. Geniş imkanlara malik Microsoft Office kimi istifadəçi proqramlarının, Windows və iOS kimi əməliyyat sistemlərinin yaradıcıları məhz bu sahənin mütəxəssisləridir. İxtisas üzrə Türkiyə və Rusiyanın universitetləri ilə beynəlxalq əməkdaşlıqlar mövcuddur. Siz kompüter texnologiyaları üzrə bilikləri dərindən mənimsəmək, maraqlı və çox ehtiyac duyulan tətbiqi və sistem proqramların, veb saytların, 3D modellərin və kompüter oyunlarının yaradıcısı olmaq və gələcəyinizi adı çəkilən sahələrlə bağlamaq istəyirsinizsə, o zaman ASTU-nun kompüter elmləri ixtisasını seçin.